Qiymətlər günü-gündən qalxıb danışıram, ətin kilosu 22 manat olur. Bundan danışıram, qarğıdalı yağı 7 manat olur, ən ucuzu 6 manatdır, 5 manatdır, bilməm nədir. Bundan da pesok olub, pesoku biz əvvəl 1 manata alırdıq. Gəlib gör neçə olub pesokdan. Bundan danışın siz. Siz bundan danışın ki, cəmaat qışda ayda qaz pulu verəcək 100 manat, 200 manat. İşıq pulu da bir 100 manat olacaq. Bu kasıb ailələrinin evi böyük ola bilər, kasıbçılığı. Bundan danış. Bizi qoymurlar. Niyə məni qoyurlar? Mənim buynuzum var. Sizin canınızda gəlir bu. Sizin içinizdə bu yoxdur. Sizinki yalnız o müğənni gəlsin, o ərindən, onun nə bilim uşağından, onun aşlasından, bunu saxlayanından danışırsın. Düzdür, mən də danışıram onlardan, danışın. Amma arabir bundan da danışın. Arabir deyil ki, 5 qəpiyə olan kilo, indi niyə 7 qəpiydi? Biz səhv say, amma biz deyirik 7 qəpiy nədir? Amma bir ailə gedir, 3 dənə bazarlıq, 3 dənə kulokdur, bu 20 qəpiydi. Bu ayda ilə 3 dənə eləsə, bu gün hara gəlir, çıxır. Siz qəpiydən danışmayın, siz o top deyil, dənizə deyir, quyu deyir, su tökməylə su olur, quyun özündə su olsun. Dama da göl olur. Dama o qəpikləri yursunuz, görünə görə pul edir.